Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, bax fikir ver, bu duada iki məsələni qeyd elədi. Biri salamat qəlb, ikincisi doğru danışan dil. Və salamat qəlb həmən o məxmumul qəlbdir bax. Təmizlənmiş qəlb. Təmizlənməmiş qəlb necə salamat ola bilər ki? Düzdür? Təmizlənməyib, qəlb çirklidir, necə salamat ola bilər? Salamatdırsa, deməli bu təmizlənmiş qəlbdir. Və sən salamat qəlb istəyirsən, yəni təmizlənmiş bir qəlb istəyirsən, pak qəlb istəyirsən, həsəddən, paxıllıqdan, nifaqdan, şirkdən, günahlardan, qəlb xəstəliklərindən, qəlbin bəlalarından təmizlənmiş bir qəlb istəyirsən. Bax, İbrahim aleyhisselamın Allah azze və cəllə etdiyi duaya bax. Bayaq ayənin bir hissəsini oxuduq. Bax, deyir ki, Allah azze və cəllə dua eləyərək İbrahim aleyhisselam Şuara surəsi 87-89-cu ayələr. وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللّٰهَ بِقَلْبٍ سَلِيمٍ. Həmən günü insanların diriləcəyi günü yənidir. Məni rüsvay rəzil etmə ey Rəbbim. Allaha dua eləyir. Həmən günü məni rüsvay rəzil etmə. O günü nə mal dövlət, nə də övladlar fayda verər. Ancaq salamat qəlblə gələndən başqa. Ancaq Allaha salamat qəlblə gələndən başqa. Yəni mənim qəlbimi salamat elə. Sənə qarşı salamat elə və qullara qarşı salamat elə, şirkdən, küfürdən, zülmdən, günahlardan ki, o övladın, malın, dövlətin fayda verməyəcəyi gün mən rüsvay olmayım, rəzil olmayım. Yəni, rəzil olmamaq istəyirsənsə, yol salamat qəlblə getməkdir. Və bu duada da İbrahim aleyhisselam Allahdan onu istəyir. Ən, belə deyək ki, mühüm məsələ də qəlbin salamatlığı, şirkdən, nifaqdan, riyadan salamat olmasıdır, ixlaslı qəlbin olmasıdır. Və digər qəlb xəstəlikləri. Və qəlbin də doğru olması, doğru danışmasıdır. Və hətta deyilir ki, deyir, əs-sidqu, yəni doğru danışmaqdır. Nədir? Qəlbin dillə üst-üstə düşməsidir. Qəlbin dillə üst-üstə düşməsidir. Və ya dilin qəlblə üst-üstə düşməsidir. Və yaxud da ki, qəlbində küfrü var, dilində də küfrü izhar eləyir. İkisi də ola bilər yəni. Bu doğru danışandır. Küfr eləyən, küfrünü izhar edirsə, deməli küfrünü doğru bir şəkildə ifadə edir, yəni izhar edir. Nifaq, münafiq eləmir. Amma şübhəsiz ki, burada söhbət nədən gedir? Yəni qəlbi salamat olub, dili də salamat olan. Yanından dilində salamatlıq izhar eləyib, qəlbi küfrlə dolu olan yox. Deyir ki, həmçinin Əbu Ubeydin misallarında gəlir ki, misaldır sadəcə, deyir ki, əl-mər'u bi əsğareyhi. Bir insanın dəyəri bu iki balaca şeyə görədir. Dəyəri bu iki şeyə görə deyir, olur. O da nədir? Dillə qəlb. İmam Əhməd rəvayət edib Ənəs bin Məlikdən deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Lə yəstəqimu imanu abdin hatta yəstəqimə qalbuhu." Qulun qəlbi doğru yol üzrə olmayınca, istiqamət üzrə olmayınca, onun imanı doğru olmaz. Doğru istiqamət üzrə olmaz. Və la yəstəqimu qalbuhu hatta yəstəqimə lisanuhu. Və onun dili doğru istiqamət üzrə olmayınca, qəlbi də doğru istiqamət üzrə olmaz. Bax, necə bağlandı? Deməli, dilin doğru danışması, doğru istiqamət üzrə olması insanın birbaşa imanının doğru olmasına təsir edir. Çünki dil doğru olduqca qəlb doğru olur, qəlb doğru olduqca iman doğru olur. Qəlbin doğru olmayınca imanın doğru olmaz, dilin də doğru olmayınca qəlbin doğru olmaz. Bir-birinə bağlıdır. Deməli, deyir, buradan deyir, artıq açıq aydın biz görürük ki, aqil insan, ağıllı insan, özü üçün xeyir istəyən insan bu məsələlərə maksimum nə etməlidir? Diqqət göstərməlidir. Nasıl ki, bunlar nədir? Qəlblə birbaşa bağlıdır. Yenə deyirəm, orada görsən deyir, dil qəlbin deyir, tərcümətçisidir. Başqa ondan əvvəl getirmişdik, deyir, dil qaşıqdır. Qəlb isə nədir? Qazandır. Dil ancaq qəlbdə olanı eləyir, qaşıqlayır, çölə çıxardır sanki. Və digər hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir ki, "Ələ və innə fil cəsədi mudğa, İzə salahat salahal cəsədu kulluh." Bilin ki, deyir, qəlbdə bir ət parçası var. O deyir, islah olarsa, doğru olarsa, bütün bədən islah olar.
Və idə fəsədət fəsədəl cəsədu kulluh ələ və hiyəl qalb. Və o xarab olarsa, bütün bədən xarab olar, pozular. Və bilin ki, odur qəlbdir. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm dil haqqında görünə xəbər verir. Deyir ki, İdə asbaha ibnu Ədəm fə innəl a'daə kulləhə tukəffirul lisanə fətəqul. Qul deyir, sabahladığı zaman, burada hər sabahdan gedir söhbət. Arada bir yox. İdə asbaha ibnu Ədəm. Adəm oğlu sabahladığı zaman. Bütün sabahlardan gedir. Fə innəl a'daə kulləhə tukəffirul lisan fətəqul. Bütün əzalar dili inkar eləyərək deyərlər. Dilə yəni etirazlarını bildirirlər. İttəqilləhə finə fə innəmə nəhnu bik. Bizə görə Allahdan qorx. Biz sənə görəyik. Fə in istəqamtə istəqamnə. Sən doğru olsan, biz də doğru olacağıq. Və in i'vəcəctə i'vəcəcnə. Sən əyri olsan, əyilsən, sağa, sola, haqdan sapsan, biz də haqdan sapacağıq. Rəvat Tirmizi və Şeyx Albani həsənləşdirib bu hədisi. Əbu Said Əl-Xudrinin hədisidir. Gözəl hədisdir. Hər gün deyir, hər gün əzalar dilə görə nə edir? Dilə etiraz edirlər, inkar edirlər bu dili. Çünki bütün əzalar həmcə nə edir? Dilə görə əziyyət çəkirlər. Ona görə deyir Şeyx sonunda, yəni insanlar çox hallarda zahirdə olanlara fikir verirlər. Yəni giyiminə, hərəkətinə, əməlinə, hamı çalışır diqqət edəsin, təmizliyinə, düzgünlüyünə, artıq hərəkətlər eləmir, artıq işlər görmür, artıq sözlər belə. Amma qəlbinə çox vaxt insan elə də əhəmiyyət vermir. Amma əksinə ən çox insanı Allah qatında dəyərsizləşdirən, Allah qatında onun peşman olması səbəb olan insanın qəlbində olanlardır. Yəni, mütləq nə etməlidir insan? Qəlbini təmizləməlidir və əgər qəlbini təmizləyərsə, Allahın izni ilə onun dili də doğru olacaq, əməli də doğru olacaq, imanı da doğru olacaq. Və Allah Azza və Cəllədən istəyirəm ki, bizləri də qəlbini təmizləyən qullarından etsin, dilimiz də doğrunu danışsın, sadıq olsun, yalandan, böhtandan, kindən, nifrətdən uzaq olsun, qəlbimiz də təqvalı və pak olsun. Məxmum qəlb sahibləri olmağa bizləri müvəffəq eləsin, qardaşlar. Əzəmətli neymətdir. O da insanların ən üstünü olmağa insanı gətirib çıxarır. Və hər kəs Allah qatında üstün olmaq istəyir. Allah Azza və Cəllə bizləri üstün olanlardan etsin. Allahümme amin. Və subhanəkə Allahümme və bihəmdik. Əşhədu ən la iləhə illə ənt əstəğfirukə və tubu iləyik.